Təəssüf ki, bugün yanğın hadisələri ilə bağlı bir xeyli xəbər yayılıb. Lənkəranda, Zaqatalada, Göyçayda və Hacıqabulda da yanğın baş verib, xəsarət alanlar var. Təfərrüatlar sujetdə. Lənkəranın Girdəni kəndində Zakir Əliyevə məxsus evdə yanğın baş verib. Yanğın zamanı ev sahibi Zakir Əliyev və oğlu Murad Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Eşitdi, gəldi, bura gördü ki, aşağı ev yanır. Dayı yanca ayaqları zaten möhkəm yanır. İlkin tibbi yardımlar göstərildikdən sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilmişdir. Digər 1996-cı il təvəllüdlü kişi cinsli şəxs sol qolunda olan birinci dərəcəli termiki yanıqla təcili yardım şöbəsinə daxil olub. İlkin tibbi yardımlar göstərilib, vəziyyəti stabildir. Zaqatalanın Aşağı Tala kəndində Natella Nəsibovaya məxsus fermanın həyətində yerləşən 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yaxınlıqdakı digər tikililər alovdan mühafizə olunub. Göyçayın Mirzə Hüseynli kəndində fərdi yaşayış evində yanğın baş verib. Kənd sakini 64 yaşlı Elşad Əhmədova məxsus yaşayış evinin 5 otağının dam örtüyü və yanar konstruksiyaları 200 kvadrat metr sahədə yanıb. Bundan başqa evin həyətində talvarın altına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun daha da genişlənməsinin qarşısı alınıb. Uşaqlar qışqırdı ki, ata ev yanır. Yataq otağı var, oradan başladı. Uşaqlara söylədim ki, siz düşün həyətə. Mən də anam geriyə bilmir, ağır adamım. Onu aldım arxamdan, çıxartdım. Onu çıxardanda yandı, şüşə, partlayış oldu. Əlim yandı, bir də ayaqlarıma şüşə batdı, mismar batdı. Hacıqabulda obyektdə yanğın baş verib. Çay evi kimi fəaliyyət göstərən 2 mərtəbəli obyektin mansardının yanar konstruksiyaları 110 kvadrat metr sahədə yanıb. Yanğın söndürənlərin dərhal həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində alovun digər mərtəbəyə yayılmasının qarşısı alınıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Nemət İskəndər, ATV Xəbər.